Böyük Qafqaz rayonlarının cənub-şərq yamaclarında Quba, Qusara, Xaçmaz, Xudad, Şabran, Siyəzən, Xızı rayonları ərazisinə doğru yayılması gözlənən bir laylı və topa yağış buludlarının potensial olaraq inkişafı gözlənir. Və bu proses 17 iyun artıq günün ikinci yarısı axşam saatlarına doğru burada konverter aktivliyin bir xeyli artması və buradakı artıq topa yağış buludlarının güclü inkişaf potensialı var ki, əgər bu sistem real zaman ərzində güclü inkişaf edərsə, sabah gündüz saatlarında, hansı ki bu birbaşa peyk və radar məlumatların təlləri əsasında daimi izlənilməlidir və son dəqiqə məlumatları kanalda yayınlanacaq. Buradakı güclü topa yağış buludlarının Şabran, Siyəzən, Xızı istiqamətinə doğru və Qobustan Mərzəyə doğru yayılması potensialı var 17 iyun artıq günün ikinci yarısına doğru. Eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvan dağ kəndlərində də 17 iyun gündüz saatlarında lokallaşan bir topa yağış buludlarının aktiv inkişafı gözlənilir və zaman-zaman bu sistemin mərkəzi aranın qərb rayonlarına doğru Yevlax, Zərdab, Bərdə, Ağcabədi, Füzuli, Horadiz, Hadrut və eyni zamanda İmişli və Yevlax, Ağdaş rayonlarına doğru, bəzən də hətta Böyük Qafqazın deməli Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmailli rayonlarında formalaşan topa yağış buludları isə Ağdaş, Göyçay və Ucar rayonlarına doğru yayıla bilər 17 iyun tarixində. Bu riskləri nəzərə almaq lazımdır və birbaşa peyk və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Ümumilikdə isə baxın, bu model burada lokallaşan buludları, lokallaşan yağıntıları göstərir, bu siqnalları verir, amma bu proses real zaman ərzində ərazinin relyefindən asılı olaraq, məsələn üçün, mərkəzi aranda yaxın günlərdə temperatur müsbət 35-40 dərəcəni keçə bilər. Mərkəzi aranda istiləşən torpaq səthindən sürətlə buxarlanan su və istilik dalğası yuxarıya doğru hərəkət etməyə başlayacaq və burada Böyük Qafqaz və Kiçik Qafqazdakı sərin hava ilə toqquşaraq ciddi bir şiddətli, lokallaşan bir topa yağış buludlarının aktiv inkişafına səbəb ola bilər ki, bu da Böyük Qafqazda, Kiçik Qafqazda və zaman-zaman Dağlıq Şirvanda yaxın günlər ərzində və yaxın saatlar ərzində ciddi bir konverter buludlarının aktiv inkişafına səbəb ola bilər. Bunun üçün də birbaşa peyk və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatlarının araşdırılması vacib sayılır. Baxın, buradakı prosesi yenə 17 iyun artıq günün ikinci yarısı axşama doğru bu Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən ərazisində potensial olaraq bir topa yağış buludlarının aktiv inkişafı gözlənir. Bu riskləri nəzərə almaq lazımdır. Yəni ildırım təhlükəsi ola bilər. Bəzən quru ildırımlar çaxır ki, bu da müəyyən otlaq sahələrinin yanmasına, bəzi hallarda hətta meşəli əraziyə quru ildırım düşürsə, meşə yanğınlarına səbəb ola bilir. Bəzən evlərə və yaxud avtomobillərə düşərək avtomobillər belə yandıra bilər. Yəni bu riskləri nəzərə almaq lazımdır. Eyni zamanda 17 iyundan 18 iyuna keçən gecə saatlarında baxın burada Böyük Qafqazın bu qonşu Gürcüstan ərazisində formalaşan güclü topa yağış və laylı yağış buludlarının 17 iyundan 18 iyuna keçən gecə Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarına və Böyük Qafqazın Balakən, Zaqatala rayonlarına doğru daxil olması potensialı var. Bu riskləri nəzərə almaq lazımdır. Deməli 17 iyundan 18 iyuna keçən gecə yenə də bir lokal leysan və dolu potensialı Böyük Qafqazda və Gəncə Qazaxda baş verə bilər. 18 iyun gündüz saatlarında yenə də deməli Gəncə, Qazax, Daşkəsən, Gədəbəy rayonlarında və Böyük Qafqazda lokallaşan bir topa yağış buludlarının inkişaf potensialı var. Eyni zamanda baxın burada deməli 18 iyun axşam saatlarına doğru Türkiyənin şərqindəki aktiv topa yağış buludlarının Naxçıvan ərazisinə və Kiçik Qafqaz rayonlarına doğru daxil olması potensialı var. Deməli 18 iyun günün ikinci yarısında da Naxçıvanın dağ kəndlərində və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazisində lokallaşan bir leysan və dolu potensialı var. Bu riskləri nəzərə almaq lazımdır. Eyni zamanda bu sistemin zaman-zaman deməli Gəncə ərazisinə doğru, Şəmkirə doğru, Naftalana doğru, Bərdə ərazilərinə doğru yayılması potensialları da var. Yəni Gəncə və Bərdədə günəşli hava şəraiti olsa da qəfildən Daşkəsən, Gədəbəy, Tovuz istiqamətindən və Göycə istiqamətindən topa yağış buludlarının Gəncə istiqamətinə doğru da iyunun 18-ci axşama doğru daxil olması potensialı var. Bu da qəfil gözlənilməz bir fırtına ilə nəticələnə bilər. Bu model hər 10 dəqiqədən bir datanı yeniləyir. Baxın 10 dəqiqədən bir datanı yeniləndiyi üçün ultra dəqiq model sayılır. Eyni zamanda baxın 18 iyundan 19 iyuna keçən gecə saatlarında deməli Qax, Şəki, Oğuz, Ağdaş, Yevlax, Göyçay, İsmailli, Ucar rayonları ətrafında bir
laylı və topa yağış buludlarının aktiv inkişafı gözlənilir ki, bu da o deməkdir ki, deməli Böyük Qafqazın deməli Şəki, Oğuz, Qəbələ rayonlardakı topa yağış buludlarının Göyçay, Ağdaş, Ucar rayonlarına doğru yayılması potensialı var. 18 iyundan 19 iyuna keçən gecə. Deməli, peyk məlumatlarının yaxından izlənməsi vacib sayılır. Burada lokallaşan bir proseslər güclənə bilər. Yaxın gün saatlarda və yaxın günlərdə Bakıda şiddətli bir konvertiv buludların aktiv inkişafı ehtimalları qlobal moda göstərmir. Lakin birbaşa peyk və radar məlumatının tələbləri əsasında bu Böyük Qafqazın cənub-şərqindəki buludların bəzən Abşeronlar da daxil olması potensialı var. Hansı ki, o buludlar çox şiddətli inkişaf etməlidir ki, Sumqayıta qədər sistem gəlib qurumadan, dağılmadan sistem gəlib çata bilsin. Ümumilikdə 19 iyun tarixində və 20 iyun tarixindəki proseslərə biz baxanda görürük ki, 20 iyun tarixində bax hansı proseslər baş verəcək. Bəli, 20 iyun artıq gündüz saatlarında Azərbaycan vaxtı ilə günorta saatlarına doğru yenə də Böyük Qafqazın Quba, Qusar ərazisində laylı və topa yağış buludları aktiv inkişaf edə bilər və Xıcıya doğru eyni zamanda Kiçik Qafqazın bu Daşkəsən, Gərəbəl, Kərbəzər rayonlarına doğru iyun ayının 20-si gündüz saatlarında yenidən bir topa və laylı yağış buludlarının aktiv inkişaf potensialı var. İyun ayının baxaq 21-dən baş verir. İyun ayının 20-sindən 21-nə keçən gecə saatlarında baxaq nə baş verəcək? İyun ayının 20-sindən 21-nə keçən gecə saatlarında Böyük Qafqazda və Kiçik Qafqazda deməli 21 iyun gündüz saatlarında Kiçik Qafqazın Daşkəsən, Gərəbəl, Kərbəzər, Şuşa, Xankəndi, Zəngəzur, Zəngilan və Quba, Qusar rayonlarında yenidən topa və laylı yağış buludlarının inkişafı üçün potensial bir real son yaranması ehtimalları var. Artıq 21 iyun axşam saatlarına doğru, baxın 21 iyundan 22 iyuna keçən gecə 21 iyun axşam saatlarına doğru ciddi bir Şimal-Qəbələ rayonlarında ciddi bir dəyişiklik gözlənir. Yəni Qazax, Ağstavat, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gərəbəldə, Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ rayonlarında, Mingəçevir və ətraf rayonlarda deməli 21 iyundan 22 iyuna keçən gecə saatlarında bir lokallaşan bir topa yağış buludlarının inkişafı gözlənir və bu buludlarla laylı yağış buludlarının birləşməsi nəticəsində Azərbaycanın şimal və qərb rayonlarında iyun ayının 21-dən 22-sinə keçən gecə lokal leysan və dolu potensialı var. Bu riskləri nəzərə almaq lazımdır. Eyni zamanda Böyük Qafqazın Şəki, Oğuz rayonlarında, İsmailli və Qəbələ rayonlarında iyun ayının 21-dən 22-sinə keçən gecə və axşam saatlarında ciddi bir topa yağış buludlarının aktiv inkişafı gözlənir. Bu sistem Yevlax, Bərdə, Ağdaş, Göyçay, Ucar rayonlarına doğru yayıla bilər. Deməli, Yevlax, Bərdə, Ağdaş, Göyçay, İsmailli, Ucar rayonları ərazilərində iyun ayının 21-i axşama doğru və 21-dən 22-sinə keçən gecə saatlarında lokal bir topa yağış buludları nəticəsində qısa müddətli ildırım və leysan dolu potensialı var. Bu riskləri nəzərə almaq lazımdır. İyun ayının 21-dən 22-sinə keçən gecə saatlarında yenə də eyni proses Böyük Qafqazın Qax, Şəki, Oğuz, Qəbələ, İsmailli rayonlarında yenə də topa və laylı yağış buludlarının inkişafı gözlənir. Bu da lokallaşan bir deməli dolu və leysan ildırım proseslərinə səbəb ola bilər. Eyni zamanda iyun ayının 22-si artıq səhər saatlarına doğru yenə də Qax, Şəki, Oğuz rayonlarında İsmailli, Göyçay, Ağdaşda lokal bir leysan və dolu potensialı yenə davam edəcək və bu sistem ola bilsin ki Ucar və Ağdaş rayonlarına doğru, yəni mərkəzi Aral rayonlarının Yevlax, Ucar, Ağdaş rayonlarına doğru yayılması potensialı da var. Bu riski nəzərə almaq lazımdır. İyun ayının 22-si gündüz saatlarında baxın Quba, Qusar, Xaçmaz, Şabran, Xızıl, Siyəzən, Dağlıq, Şirvan, Qobustan, Mərəzi ərazilərində laylı və topa yağış buludlarının aktiv inkişafı davam edəcək. Bu da o deməkdir ki, iyun ayının 22-sində Quba, Qusar, Xaçmaz, Şabran, Xızıl, Siyəzən, Dağlıq, Şirvanda lokal leysan və dolu potensialı var. Eyni zamanda Kiçik Qafqazda və bu sistemlər Böyük Qafqazdakı və Kiçik Qafqazdakı sistem mərkəzi Aral rayonlarının Yevlax, Bərdə, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab, Ağcabədi rayonlarında bu sistemlər birləşəcək, toqquşacaq. Nəticədə iyun ayının 22-si günün ikinci yarısında deməli lokal leysan və dolu potensialı Yevlax, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir ətraf ərazilərdə lokal leysan və dolu prosesləri iyun ayının 22-si axşama doğru baş verə bilər. Eyni zamanda Kiçik Qafqazda baxın burada Kiçik Qafqazın Daşkəsən, Gərəbəl, Kərbəzər, Şuşa, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində və eyni zamanda Böyük Qafqazın Şəki, Oğuz rayonlarında, Qəbələ ərazisində iyun ayının 22-sindən 23-sinə keçən gecə saatlarında lokal leysan və dolu potensialı, ildırım potensialı var. Bu riskləri nəzərə almaq lazımdır. İyun ayının 23-ü günün birinci yarısında baxın Qax, Şəki, Mingəçevir rayonlarının ətraflarında leysan və lokal dolu potensialı var. Eyni zamanda
Kürdəmir, Yevlax rayonlarında və Sabirabad, Zərdab, İmişli və ətraf rayonlarda da 23 iyun günün birinci yarısında lokal leysan və dolu potensialı davam edəcək. Deməli, qeyri-sabitlik xüsusilə də 22 iyun tarixindən sonra troposferdə qeyri-sabitlik artacaq. Bu da Kiçik Qafqazda, Böyük Qafqazda lokallaşan bir dolu leysan proseslərinin bəzən mərkəzi Aran rayonlarına doğru da yayılmasına səbəb olacaq. 23 iyun artıq günün ikinci yarısı axşama doğru Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy və Şəmkir rayonu ətraf ərazilərdə lokal leysan və dolu potensialı var. 23 iyundan, baxaq 24 iyuna keçən gecə nə baş verəcək? 23 iyundan 24 iyuna keçən gecə yenə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə və ətraf rayonlarda lokal leysan və dolu potensialı davam edəcək. 24 iyun günün birinci yarısında baxın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy, Kərbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Mingəçevir, Yevlax, Naftalan, Bərdə, Oğuz, Şəki, Qax rayonlarında lokal leysan və dolu potensialı var və bu sistem real zamanda birbaşa olaraq daha da güclənə bilər ki, bunun üçün də birbaşa page və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatlarını izləmək vacib sayılır və son dəqiqə qısa metrajlı videolar kanalda yayınlanacaq. İyun ayının 23-dən 24-nə keçən gecə və 24 iyun gündüz saatlarında baxın Kiçik Qafqazda, Gəncə, Qazaxda, Böyük Qafqazda və Dağlıq Şirvanda lokal leysan və dolu potensialı gözlənilir. Bu prosesləri yaxından izləməyi vacib sayılır. Eyni zamanda 24 iyun baxın axşam saatlarına doğru yəni Böyük Qafqazda və Kiçik Qafqazda Mingəçevir və ətraf rayonlarda lokal leysan və dolu potensialı davam edəcək. Deməli, yaxın günlər ərzində Böyük və Kiçik Qafqazda konvertiv aktivlik davam edəcək, lakin əsas isə deməli 22 iyundan sonra Böyük Qafqazda, Gəncə, Qazaxda, Kiçik Qafqazda lokal bir leysan və dolu potensialı var. Deməli, bu da o deməkdir ki, 22 iyun tarixinə qədər Azərbaycanın şimal qərb rayonlarında hava şəraiti tez-tez dəyişilə bilər. Lakin 22 iyun tarixindən sonra isə Gəncə, Qazax, Kiçik Qafqaz, Böyük Qafqazda və mərkəzi Aranda, Dağlıq Şirvandan və Naxçıvan dağ şəhərlərində lokal leysan potensialı var. Eyni zamanda bu sistem yardımlı verici asılıqla müşahidə edilə bilər. Bu proses əgər real zaman ərzində deməli Dağlıq Şirvandan Qobustan Mərəzə istiqamətində, yəni 22 iyun tarixindən sonra Qobustan Mərəzə istiqamətindəki buludlar güclü inkişaf edərsə real zaman ərzində, həmin vaxtda artıq bu sistem Bakı-Abşeron sümqayıt arasına daxil ola bilər. Ümumi olaraq qlobal modellərin deməli son model analizlərini yaxından izləmək lazımdır. Eyni zamanda yaxın saatlarda birbaşa page və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları da kanalda yayınlanacaq. Bu qısa metrajlı videolar vasitəsilə və eyni zamanda qlobal modellərin təlləri əsasında da uzun metrajlı videolar kanalda yayınlanacaq.